Ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq mühafizə orqanları tərəfindən ardıcıl əməliyyatlar aparılır. Bu istiqamətdə Sabunçu rayon polis idarəsinin əməkdaşları növbəti əməliyyat tədbiri keçiriblər. Narkotik maddə əldə etmişsiniz? İran vətəndaşı atmışdı, götürmüşük. Bu günləri onları bölüb ünvanları qoyacaqdım. Sabunçu rayon polis idarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər. Bu barədə Stop Narkotika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onlardan ümumilikdə 18 kiloqram narkotik vasitə, heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və bu fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər. Oraya yaxın bir yerə qoyuram. O tərəflərdə problem var idi da, ona görə ora qoymadım. Əsas konuma atıram. Buraya yaxınlara harata olasa gedib tez götürərdim, verərdim də. İstəyənlərim var. Qeyd edək ki, Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən ilin əvvəlindən bugünə qədər keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən cəmi 56 kiloqram narkotik vasitə çıxarılıb. Faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir. Sabunçu rayonunda həyata keçirilən digər əməliyyat isə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən gerçəkləşdirilib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirlərini davam etdirir. Daxili İşlər Nazirliyindən Stop Narkotikaza bildirilib ki, bu çərçivədə Sabunçu rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı 42 yaşlı Kərəm Məmmədov və 33 yaşlı Səidə Cavadova saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər birgə yaşadıkları mənzildə 11 kiloqrama yaxın marixuana, psixotrop maddə olan metamfetamin, həmçinin narkotik vasitələrin qablaşdırılması və satışında istifadə olunan elektron tərəzi saxlayıblar. Əlavə olaraq Kərəm Məmmədovun yaşadığı digər ünvana baxış keçirilərkən bir ədəd Makarov tipli tapança, daraq və bir neçə patron da aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri və odlu silah sursatı Astara rayonu ərazisindən əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu əməliyyat tədbirləri Bakının digər rayonlarında da davam etdirilib. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza verilən məlumata görə, Xəzər rayonunda keçirilən növbəti əməliyyat zamanı 37 yaşlı Bəhruz Şükürov tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib. Bəhruz Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. İş yerində işlədiyim zaman İran vətəndaşı olan, Babək adlı olan zəhr olduğu üçün bəs konum var, ged ora götür. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Eyni idarə tərəfindən Qaradağ və Nərimanov rayonlarında da uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş 32 yaşlı Orxan Kazımov və 31 yaşlı Sadıq Musayev saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıkları İran vətəndaşlarının göstərişləri ilə Astara və Lənkərandan paytaxta gətiriblər. Mənə tutulsa məxsusdur. Bəli, mənim var. Kimlərlə eləmişsiniz? Tanımadı bir İran vətəndaşı. Sosial şəbəkədə tanış olub, konu atmışdı. Deməlidir ki, belə bir iş var.
Bu verəyəmsə, götürəsən oradan Lənkəran yolu üstündən. Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyatlar davam etdirilir. Rayonlarda da bu istiqamətdə əməliyyatlar uğurla aparılır. Zaqatala rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 47 yaşlı Elmir Həmzəyev saxlanılıb. Bu barədə Stop Narkotikaza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ondan 6 kiloqramdan artıq marixuana aşkar olunub. Araşdırmalarla saxlanılan şəxsin narkotiki Bakı şəhərinə aparmaq istədiyi müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elmir Həmzəyev barəsində həbs qətimkan tədbiri seçilib. Bundan əlavə, narkotik vasitələrin ölkə ərazisindən tranzit daşınmasının qarşısı da gömrük orqanları tərəfindən alınıb. Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına divar paneli yükü aparan Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək Gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsaslı yoxlamaya cəlb olunub. Stop Narkotikas xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Yoxlama zamanı yük nəqliyyat vasitəsində divar paneli yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kiloqram 150 qram olan narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırılma aparılır.